Vaxtınız xeyir olsun. Deməli, qrupda paylaşılan sualların izahına baxaq. Deməli, cismin impuls zaman qrafikinə əsasən cisimə təsir edən qüvvələrin FK böl FL nisbətini tapın. Deməli, bizim belə bir düsturumuz var. F bərabərdir delta P böl delta T. Birinci K-ya baxaq. FK nəyə bərabərdir? Delta P nədir? 2P çıx 0 böl delta T də T çıx 0. Bu da eləcək 2P böl T. FL nə olacaq? Delta P böl delta T. Bu da bərabərdir. Deməli 3P çıx 2P eləyir P böl 2T çıx T. Və bunun nisbəti nə olacaq? FK böl FL nisbəti olacaq. FK böl FL nisbəti olacaq 2. Cavab B variantı. Keçək növbəti suala. Deməli, sükunətdə olan K və L cisimlərinin kütlələri M və 3M'dir. Cisimlərə şəkildəki kimi yola paralel istiqamətdə F və 3F qüvvələri eyni müddətdə təsir edir. Buna əsasən cisimlərin impuls dəyişmələrinin nisbəti. Impulsun dəyişməsi bilirik ki, qüvvə impulsuna bərabərdir. Yəni, burada delta T eynidirsə, impulsun dəyişməsi qüvvə ilə düz mütənasibdir. Onda delta PK böl delta PL bərabərdir FK böl FL. FK-ya təsir edən qüvvə nədir? F. FL-ə təsir edən qüvvə nədir? 3F. Və nisbət eləcək 3-1. Cavab B. Sonra 20 metr böl saniyə sürətlə şaqül yuxarı doğru atılan cisim 1 saniyə sonra impulsu oldu 40 kiloqram vur metr böl saniyə. Buna əsasən cismin 3 saniyə sonraki impulsu neçə olar? Deməli, 20 metr böl saniyə sürətlə şaqül yuxarı doğru atılan cismin 1 saniyə sonraki impulsu oldu 40. İndi burada nə edəcək? Deməli, V0-ımız 20-dir. 1 saniyə sonra. Deməli, birinci düsturumuz nətərdir? V bərabərdir V0 minus GT. Yuxarı atılanda. Aha. Burada deməli, görək bunun 1 saniyədən sonra sürəti nə qədər olub? 20-dən çıxıram 10-u. Eləyir, deməli, 10. Deməli, 1 saniyədən sonra bu cismin sürəti 10-dur. Bəs onda impulsun düsturu nətərdir? P bərabər MV. P verib də bizə 1 saniyədən sonraki impulsu 40. Sürəti də tapdım 10. Deməli, bu cismin kütləsi 4 imiş. 4 kiloqram. İndi deyir ki, buna əsasən cismin 3 saniyə sonraki impulsu neçə olar? İndi 3 saniyə sonraki impulsu necə olar? P bərabərdir M V 0 minus GT. Bu da bərabərdir. M 4'dür. V 0 20'dir. Çıx. Bizə burada deyir ki, 3 saniyədən sonraki, 3 saniyə sonraki impulsu. Buna əsasən cismin 3 saniyə sonraki impulsu. İndi burada belə olacaq. Deməli, 1 saniyədən sonra bu cismin sürəti 10'dursa, deməli 1 saniyədən sonra bu cismin sürəti 10'dursa, bax, deməli, bax 1 saniyədən sonra bu cismin sürəti 10'dursa, belə deyək də, bu cisim buradan atılır. 20. 1 saniyədən sonra bu cismin sürəti olur 10. 1 saniyədən sonra bu cismin sürəti olur 0. İndi 1, bax, buradan bura getdi 1 saniyə. Sonra 2 saniyə, bizə dedik ki 3 saniyə. 3 saniyədə də gələcək burada. 3 saniyədə yenə sürəti 10 olacaq da bunun. Onda düsturumuz nətər olacaq? P bərabərdir MV. Bu da bərabər M4'dür. V-ni də tapmışam da 10. Bu da eləcək 40. Cavab olacaq burada Y variantı. Sonra baxaq buna. 16-cı suala. Sürtünmə qüvvəsinin nəzərə alınmadığı səthdə dayanan M və 3M kütləli X və Y. Deməli, X-in kütləsi bizə verib M, Y-in kütləsini verib bizə 3 dənə M. Əvəzedici qüvvə zamanı asılı qrafik şəkildəki kimidir. Bu cisimlərin T anında sürətləri nisbətini tapın. Deməli, sürtünmə dayanıbsa, deməli bu cismin sürəti 0'dır, başlanğıc sürəti. Düsturumuz V bərabər olacaq AT
A-nın dəyərinə f böləm yazacağım da. Düzdür? Ya belə də yaza bilərəm. Yaza bilərəm ki, burada f delta t bərabərdir delta p. Belə də yaza bilərəm. Aha. Və yaxud da belə deyə bilərəm. F-in t-dən asılı qrafiki bizə verir impulsun dəyişməsi. Biz burada impulsun dəyişməsini taparıq avtomatik fikirləşmədən. Çünki F-in t-dən asılı qrafikində fiqurun sahəsi impulsun dəyişməsidir. Və burada delta px nəyə bərabərdir? Trapesiyanın sahəsi. Yəni 2f üstə gəl f. Yəni bu trapesiyanın sahəsi. Oturacaqlarının cəmini yarısı vur hündürlük. Bu da eləyəcək 3 dənə ft böl 2. Buradakı trapesiyanın sahəsi nə olacaq? Üç bucağın sahəsi nə olacaq? Delta py. Bu da eləcək 2f oturacağı ilə hündürlük hasilinin yarısı. Bu da eləcək ft. Aha, indi. Burada bizə deyir ki, cisim sükunətdədir. Delta p nədir? P çıx p0'dır da. Onda olacaq, belə yazaq, elə birbaşa yazıram. Px bərabərdir 3f. Çünki cisim sükunət vəziyyətində hərəkətə başlayıb. Bu bursu da olacaq, py bərabərdir ft. Всё. İndi p-nin yerinə mv yaza bilərəm də mən. P-nin yerinə mv yazaram. Buradan belə bir şey alaram. Bax, yazaram. Deməli, x-in kütləsi m-dür. Vur vx. Burada da yazacağım. 3m və y. Всё, tənli tərəf-tərəfə bölərəm. Eləcək. Tərəf-tərəfə bölsəm belə bir şey alıram, bax. 3ft böl 2-ni bölürəm ft, eləcək 1,5 bərabərdir. Deməli, olacaq 1 bölünmüş, yəni daha doğrusu vx böl 3 dənə vy. Всё, buradan vx böl vy nisbəti bizə eləyəcək. Deməli 4,5. 4,5 də eləyir 2-də 9. B variantı. Keçək 17-ci suala. Deməli kütləsi 0,2 kiloqram olan mərmi 200 metr böl saniyə sürətlə hərəkət edərək sükunətdə olan. Deməli bu sükunətdədir. Sürəti 0-sa bunun impulsu da 0-dır. Taxta bloka dəyərək içində qalır. Buna əsasən ortaq kütlənin sürətini tapın. İmpulsun saxlanma qanununa görə bunun impulsu, buna deyirəm P1. Bunun impulsu deməli olacaq M1V1. M1V1 eləcək, deməli 0,2 vur 200. Bunun impulsu eləyəcək 0. İndi bunlar taxta bloka dəyib içində qalır. Bu nəsə ortaq kütləni. İndi bu gəlir bunun içinə daxil olacaq. Həmin bax bu mərmi və müəyyən bir sürətlə hərəkət eləyəcək. P deməli son. P son nəyə bərabərdir? Mərminin kütləsi, yəni 9,8 plus 0,2 10 eləyir də. 10 və son. Всё. Deməli, ilk impulsumuz nədir? 40. 40 nəyə bərabərdir? 10 dənə V sona. Çünki bunun impulsu 0'dır. Onda V sonu da nə tapdım burada? V son bərabərdir 4. Всё, cavab oldu A variantı. 13-ci sualda deyir ki, cismin impulsunu zamandan asılı qrafik vermişdir. Buna əsasən cisimə 0t və 2t 3t zaman anlarında təsirli qüvvələnmə oldu. Asandır. Deməli, düsturumuz belədir. F bərabərdir delta P böl delta T. Birinci 0t1 anındakı zaman aralıqlarına təsir edən qüvvə F1'dir. 0t. F1 nə olacaq? Delta P, yəni 6P'dən P çıxdım 5P. Delta T də T'dir də. 2T, 3T'yə isə F2 deyib. Bu da nədir? Deməli, son 0'dır, başlanğıcda 6'dır. Olacaq 6P böl. Zamanda 3T'dən 2T çıxdım, qaldı T. Və bizdən də bunun nisbətini soruşur. 5 böl 6 eləyəcək. Cavab C. 12'də. Sonra baxaq buna.
Deməli kütləsi 1 kiloqram olan elastik top 10 metr bölü saniyə sürətlə səthdə dəyir və eyni sürətlə də əks olunur. Buna əsasən O nöqtəsində topa təsir edən qüvvə impulsu. Qüvvə impulsu impulsun dəyişməsinə bərabərdir. Deməli bax belə eləyir. Bax bu deməli bunun impulsu nə oldu? Bunu silirəm. Bu elədir 10. Bu gəlib bunu biz paralel köçürdə bilərik də bura. Bunu paralel köçürsə bura. Bu da eləcə 10. Eləcə 10 və bunun arasındakı buzaq 60 dərəcədir. 60 dərəcədir. Deməli bunun yekunu nə olacaq? Bunu paralel bura köçürdürəm. Bunu da paralel köçürdürəm bura. Bunun yekunu bu olacaq da. Eyni vektor arasında buzaq əgər deməli 60 dərəcədirsə elə onun kök 3 qatına bərabərdir. Olacaq 10 kök altda 3. Cavab C variantı. Sonra keçək buna 18-ci suala. Kütləsi 3 kiloqram olan cisim 30 metr bölü saniyə sürətlə şaquli aşağı doğru atıldığı zaman yerə 40 metr bölü saniyə sürətlə çatır. Buna əsasən cisimə təsir edən qüvvə impulsu. Deməli biz bilirik ki, qüvvə impulsu impulsun dəyişməsinə bərabərdir. Yəni P minus P0 vektorial. Bax burada kütlə 3 kiloqramdır. O 3 kiloqramdır. Deməli P-ni olduğu kimi yazıram. Deməli 120. Elə bir bunun üstə gələcəm. Bu belə də yaza bilərəm də mən. P üstə gəl mənfi P0. Bunun üstdən gəlirəm bu P0-ın bu P0 budur, P də budur. P0 budur, P də budur. Deməli P-ni olduğu kimi yazdım 120. Bunun üstünə gəlirəm P0-ın tərsi. Tərsi də belədir də. Tərsi dərəcə 90. İndi biz də bilirik ki, vektorlar əks istiqamətdə olanda çıxılır. 120-dən 90 çıxanda nə qalır? 30. Cavab eləyəcək C variantı. Sonra baxaq burada 3-cü suala. Deməli üfüqi səthdəki K və L cisimlərinin T bərabər 0 anındakı başlanğıc impulsları P0K bərabərdir P0L bərabərdir 2P. Bu cisimlərə təsir edən əvəzləyici qüvvə zamanda asılıq qrafik şəkildə verilib 2T anında K və L cisimlərinin impulsları bərabər olarsa, indi K'nın impulsu nədir? K'nın impulsu 2T nədir? 2T anında üzr istəyirəm. 2T anında. İndi biz bilirik ki, FT qrafikində fiqurun sahəsi impulsun dəyişməsinə bərabər. Deməli, birinci K'nı tapıram. İmpulsun dəyişməsi olacaq nə? Fiqurun sahəsi. Yəni trapesiyanın sahəsi. Bu K'dan söhbət gedir. K budur. Deməli 2T plus T oturacaqlarının cəmini yarısı vur hündürlükdə 2F'dir. Bu da eləyəcək nə? Deməli 2 ilə 2 getdi. Qaldı burada 3FT. Burada biz də bilirik ki, PK nədir? P çıx P0 deməkdir. Yəni PK çıx P0K bərabərdir 3FT. Все. Burada da P0K bizə verib də P. Onda elə FT P deməkdir də. Bax. P bərabərdir FT. Düzdür? FT bərabərdir delta P. Yəni belə də yazmaq olar da. Eyni şeydir. Burada deməli bunu yazmaq olar. PK minus P bərabərdir 3FT. Bunu bax belə saxlayıram. İndi keçirəm bu bursuna. İndi keçirəm elə. L-də K-da 2T anında fiqurun sahəsi budur da L-in. Çünki F-in T-dən asılı qrafikində fiqurun sahəsi impulsun dəyişməsinə bərabərdir. Onda delta P L bərabərdir F vur 2T. Delta PL də bilirik də nədir? PL çıx P0L bərabər deməli 2 dənə FT. İndi
Ha, indi burada da PL çıx 2P bərabərdir 2FT. Ha, burada da deməli burada da nə olacaq? Deməli bizdən nə soruşur? 2T anında K və L cisimlərinin impulsları bərabər olarsa, impulsları bərabər olarsa, onda belə eləyək də PK-nı tapam burada. P üstəgəl FT, burada da PL-i tapsam 2FT plus 2P. İndi bunları bərabərləşdirəcəm də. Bunları bərabərləşdirirəm burada. Bərabərləşdirsəm nə olacaq? P üstəgəl 3FT bərabərdir 2FT plus 2P. Bunu keçirdim o tərəfə, bərabər edim 0-a. Deməli, P çıx 2P, mənfi P üstəgəl FT bərabər. Onda buradan aldım ki, FT bərabərdir P. Bunu buradan tapdım. İndi bizə də ki, T anında K-nın impulsu L-in impulsunun neçə mislidir? T anında. T anı budur. Baba, T anında. İndi T anında buradan tapaq da. İndi bunu bildik də FT bərabər P-yə. Bunu bura qeyd edirəm, buranı silirəm. Всё. Əsas onu tapmalıdır, onu tapdıq. İndi keçirəm bura. Aha, indi T anında budur, baba, T anında. T anındakı K-nın impulsu nətər tapacam? K-nın impulsu. Deməli, T anı budur da. Fiqurun sahəsi. Birinci K-ya baxıram. Deməli, delta PK bərabərdir 2F var T bölü 2. Oturacağı ilə 3 bucağın sahəsi də. Oturacağı ilə hündürasının yarısı. FT. Biz F-dən də P tapmışıq da burada. Gətirdim, qoydum yerinə. Delta PK nədir? PK çıx P0K bərabər P. P0 K-nı da bizə verib də P. Onda buradan alıram ki, PK nəyə bərabərdir? 2 dənə P-yə. İndi keçirəm L-ə. Yəni T anında. Bu fiqurun sahəsi olacaq da. Söhbət L-dən gedir. Olacaq delta PL bərabərdir. Deməli olacaq FT. Bu da yenə P olacaq. FT-ni yenə P yazsam. Sonra yazıram PL çıx P0-ın da yerinə 2P. P0 elde verib də bizə məsələdə 2P. Bu da bərabərdir P. Onda PL bərabər 3 dənə P. Bizə deyir ki, K böl L-i tap, bu da eləcə 2 bölü 3. C variantı. Maraqlı sualıdır. Sonra şəkildəki kimi 50 metr böl saniyə sürətindən atılan cisim. Yer səthindən üfüqə bucaq altına atılan cisim M nöqtəsinə düşür. Cisim 35 metr hündürlükdəki K nöqtəsindən L nöqtəsinə gələnə qədər keçən zaman müddətində cisimə təsir edən qüvvə impulsunu hesablayın. Bu rahat sualdır əslində. Bu 50-ni proyeksiyalara ayıraq. Deməli, bucağa bitişik kosinusdur. Deməli, 50 var kosinus 53. Kosinus 53-də deməli kosinus 53-də görək nə verir burada. Bunu verməli idi məsələdə. Kosinus 53-də səhv eləmirəmsə 0,8 verməlidir. Kosinus 53-də 0,6. 0,6. 50 var 0,6. Bu eləcə 30. Elə bunu silirəm, buraya yazıram 30. Onda bu da olacaq 40 da. Bunu da silirəm burada. Buraya da yazıram 40. Всё. Əsas buydu, bunu tapmaq. Всё. İndi 40 ilə atılan cisim təpiyə neçə saniyə çıxır? 4 saniyə. Düzdür? İndi bir dənə şey var da. Bu 4 saniyə çıxırsa, elə bil belədir də. Bax, mən deyim sizə. Təpiyə 4 saniyə çıxır.
4 saniyə çıxır. Bax buradan sərbəst düşür. Bax 1, 2, 3, 4. İndi biz bilirik ki, sərbəst düşən cisim tək ədədləri misilləri qədər deməli yol gedir. Burada 5 metr burada yol gedəcək. 5 metr, 15 metr, 25 metr, 35 metr. Vsyo. Deməli bu cisim, bax bu cisim. Deməli 3. Bax buradan bura qədər. Bax demək belə çıxır ki, bax buradan bura qədər, bax buradan bura qədər bu cisim 3 saniyə vaxt sərf eləyir. 3 saniyə vaxt sərf eləyir. Aydındır? İndi bizə deyir ki, cismə qüvvə impulsu F delta T bərabərdir. Deməli belə də yaza bilərəm də bunu. Qüvvə impulsu deməli şəkildəki kimi 50 metr böl saniyə sürətlə yer səthindən üfüqə bucaq altına atılan cisim M nöqtəsinə düşür. Cisim 35 metr hündürlükdəki K nöqtəsindən L nöqtəsinə gələnə qədər keçən zaman müddətində cisimə təsir edən qüvvə impulsunu hesablayın. Qüvvə impulsu F delta T'dir. Bu da bərabərdir MV minus MV0. Vsyo. Burada da deməli K'dan L-ə gəlir, neçə saniyə gəlir? K'dan L-ə gəlir, deməli bu belə deyək də, buradan bura 1 saniyə qalxır. Bax buradan bura. Burada çətin bir şey yoxdur əslində. Buradan bura qalxır 1 saniyə. Buradan bura 1 saniyə bura qalxdı. 3 saniyə bura qalxdı. Deməli buradan bura 3 saniyə qalxır, 3 saniyə. Buradan da bura 3 saniyə düşür. Deməli bu 6 saniyə vaxt sərf eləyir burada. 6 saniyə vaxt sərf eləyir. İndi bu cisimin qüvvə impulsunu biz necə tapaq? M kütləli cisim. İndi M kütləli cisimin zaman müddəti qüvvə impulsun dəyişməsidir. Burada bizə deməli qüvvə impulsunu deyirsə, burada bu kütləni bizə verməli idi hökmən. M nöqtəsinə düşür. 6 saniyədir bu hes. Buradan bura 6 saniyə. Bu mg verilib də bizə 10. Onda kütlə də verilməlidir. Onda bu kütlə J10'dur. T6'dır. Kütlədə 2 kiloqram verilməlidir burada hökmən. Bax kütlə burada 2 kiloqram verilməlidir. Çünki cavabda 120 verib. Kütlə 2 kiloqram verilməlidir. Burada kütləni verməyib. 2 kiloqram olsa bəli olacaq 120. Keçək növbəti 7-ci suala. Şəkildəki eyni bölmə. Çünki bu məsələdə xəta var. Çünki burada kütlə verilməlidir. Kütlə verilməsə biz burada qüvvə impulsunu tapa bilmərik. 7-ci sualda şəkildəki eyni bölməli üfüqi səthdə M1 və M2 kütləli cisimlər eyni anda hərəkətə başlayıb K nöqtəsində mütləq qeyri-elastiki toqquşaraq OK istiqamətində hərəkət edir. Burada indi bir dənə variant var. Deməli, bu cisim buradan bura gəlirsə 3 bölgüdür. Deməli, bu cisimin sürəti 3V-dir. Hər bölgünü V qəbul eləsən. Burada olacaq 2V. Vsyo. İndi bunlar toqquşandan sonra, bax toqquşandan sonra bir istiqamətdə hərəkət edəcək. Sadə bunun proyeksiyasının biri bu olacaq, biri bu. Deməli, onda olacaq, bax burada. Olacaq, deməli, M1 üstəgəl M2 vır V son V' yazıram. Burada da olacaq M1 üstəgəl M2 vır V son. İndi bir dənə şey var burada. Burada V son Taba belə.
İndi burada bir dənə variant var. Deməli, ilk impuls son impulsa bərabər olmalıdır. Düzdür? Yəni yazıram belə. Yazıram M1 vır 3V bərabər olmalıdır. M1 üstəgəl M2 vır V ştrix. Burada da M2 vır 2V bərabər olmalıdır. M1 üstəgəl M2 vır V ştrix. Deməli, buradan, bax buradan nisbət qursaq, nisbət. Nisbət qursaq, bir dənə şey var burada. Burada 2 bölgü olduğuna görə bura bir dənə 2 yazıram. Çünki bax bu 2 bölgüdür. Bu isə 1 bölgüdür. Ona görə bax bura 2 yazacağam. Bura yazacağam 2. Bura. Düzəldi. Çünki 2 bölgüdür də bura. V'lər burada V'lər getdi ixtisar. Olacaq nə? Deməli 3 böl 2 M1 böl M2 bərabərdir. Ixtisar gedir, burada qalır 2. 2. Buradan bunda M1 böl M2 nisbətini mən tapa bilərəm. M1 böl M2 nisbəti olacaq 2 böl. Elə bil 2-ni böləcəm. Vuracam 3-də 2-yə də tərsi. 3-də 4. 3-də 4 olacaq. Aydındır. Maraqlı sualıdır bu. Sonra baxaq 8-ci suala. Deməli, eyni kütləli 2A və B kürələrinin koordinat zaman qrafiki verilmişdir. Kürələr mütləq qeyri-elastiki toqquşmadan sonra baxaq. Deməli, burada heç bir problem yoxdur. Birinci A-nın sürətini tapaq. Bərabər sürətli hərəkət edir. Olacaqına 20 çıx 40. Yəni son koordinat budur. Başlanğıc koordinat da budur. Burada da B-nin başlanğıc koordinatı budur. Son koordinat da 20-dir. Nəysə 20 çıx 40 böl zamanda 5. Bu da eləcək mənfi 20 böl 5. Bu da eləcək mənfi 4. İndi baxaq burada B-nin sürətinə. Yenə son koordinat çıx başlanğıc koordinat böl zaman. Son koordinat 20-dir. Çıx olacaq plus 60 böl deməli 5. 80-i də 5-ə böləndə eləyir 16. İndi burada bir dənə şey var. Bax, eyni kütləlidir. Kütlələr eynidir. Özdə bax, A cismi X oxun əksinə gedir. Bax, A cismi X oxun əksinə gedir. Çünki V-si mənfidir. 4 ilə. Amma B cismi X oxu istiqamətdədir. Kütlələr eynidir. Niyə X oxu istiqamətdə? Çünki bunun sürəti müsbətdir. İndi bunlar kürələr mütləq qeyri toqquşandan sonra necə hərəkət eləyəcək? Deməli, bu olacaq nə? Toqquşandan sonraki sürət olacaq nə? Deməli, mənfi, bura yazacağım belə. Deməli, M1 V1, bura belə yazam da, belə yazım, bax. Bura yazıram, deməli, ilk impuls. Bizə deyir ki, kürələr mütləq qeyri-elastiki toqquşmadan sonra. Deməli, eyni koordinat zaman X oxun əksinə. X oxun əksinə gedir. Bu da X oxu istiqamət. X oxun əksinə bu gedir. Onda belə olar da bu. Onda belə olar. Bax. A cismi X oxun əksinə gedir. Belə olar bu. Bax, A cismi X oxun əksinə gedir. Bax, belə. 4 metr böl saniyə ilə. Bax, bu A cismidir. B cismi isə X oxu istiqamətdədir. Belə olar. 16 metr böl saniyə. Aha, bu düzdür. İndi bunlar toqquşandan sonra düstur belədir də. Toqquşmadan sonraki sürət V bərabərdir. Deməli, 16M M1 V1 çıx M2 V2 böl M1 üstəgəl M2. 2M. Derəcə 16-dan 4, 12-ni 2-yə böləndə eləyir 6. Deməli, 6 metr böl saniyə sürətlə deməli, X oxu istiqamətdə edəcək. Çünki sürəti tapmışam, baxın, müsbət ona görə. Sonra baxaq buna.
Deməli 10-cu suala 100 metr böl saniyə sürətlə və 250 metr hərəkət edən 0,2 kiloqram və 0,4 kiloqramlıq 2 mərmi sükunət vəziyyətindəki 9,4 kiloqramlıq taxta bloka dəyərək içinə batır. Deməli bunun sürəti 0-dır. Burada biz nə edəcəyik? Bunun proyeksiyalara ayırmaq lazımdır. Biri deməli perpendikulyar, biri paralel. Hökmən bunu ayırmaq lazımdır. Perpendikulyar, paralel. Burada nə olacaq? Deməli Z bucağıdır da, bura olacaq 37. Bu 37. Deməli 250 sürəti proyeksiyalara ayırama. Deməli olacaq 250-nin kosinus 37-si. Deməli eləyir kosinus 0,8. Deməli 250-nin kosinus 37-si. Düzdür? 250-ni də vuraq 0,8-ə. Böləcək 200. Elə birbaşa yazıram. Bax, bura olacaq 200. Bura olacaq 200 metr böl saniyə. Perpendikulyar toplanan impuls yaratmır. Deməli bunun belə deyək, burada. Bunun impulsu olacaq MV, yəni 0,4-də 200-ə vuracam da. 0,4-ü də 200-ə vuranda eləyir 80. Deməli bunun impulsu elədi 80. Bax, bunu dairəyə alıram. Bunun impulsu elədi 0. Bunun impulsu eləyəcək. Bunun impulsu eləyəcək. Deməli 100-ü vururam 0,2-yə. Deməli 100-ü vuraq 0,2-yə. Bu da eləyəcək 20. Bunun da impulsu eləyəcək 20. İndi deməli belə olacaq. Bax. Yuxarıdakının impulsu oldu 80. Bunun impulsu oldu 0. Bunun da impulsu oldu deməli 20. Bunlar toqquşandan sonra kütlələr toplanır axı. Kütlələr toplanır. Yəni olur 0,4 üstəgəl 9,4 üstəgəl 0,2 bir dənə sürətlə hərəkət edirlər. İndi buradan da görürəm ki 80 ilə 20 əks istiqamətdədir. Deməli impuls vektorial kəmiyyət olduğuna görə əks istiqamətdə olanda çıxılır. Bu olacaq 60 bərabərdir. İndi baxaq. Deməli 0,4 üstəgəl 9 deməli 14 üstünə gələndə 0,2 eləyir deməli 10 V. Buradan veri tapanda eləyir 6. Bizdən də bunu soruşur. Bu deyəcək 6 və. Bax, bir dənə şey var. X ox istiqaməti olacaq. Bu A variantı olacaq. O burası variantlar verilməyib. Sonra baxaq bura. 12-ci sualda. Deməli 2M kütləli araba 5 V-lik sabit sürətlə hərəkət edərək M kütləli cisim 10 V sürətlə arabanın içinə düşərək yapışır. Buna əsasən ortaq kütlənin toqquşmadan sonraki sürəti neçə V olar? Bu da rahat sualdır. Deməli burada da bax sürəti toplananlarına ayırırsan. 10 V-nin 2 dənə proyeksiyası var. Biri bax deməli bucağa bitişir. Bu perpendikulyar mən nəzərə almıram. Çünki perpendikulyar impuls yaratmır. Elə bil 10 V-nin kosinus 37-si 0,8. Elə bunu birbaşa yazıram 8 V. Deməli bu olacaq 8 V. Baba bu olacaq 8 V. Deməli onda nə olacaq? Bax. Deməli ilk impuls nə olacaq? İlk impuls. Bax olacaq deməli 8 MV. Deməli bax bu tərəfə plus 2M vur 5. Deməli 10 dənə M. Bax 10 dənə MV. İndi bu toqquşandan sonra gəlib bunun içinə dəyəndən sonra ikisi birlikdə hərəkət eləyəcək. Yəni M üstəgəl 2M vur bir dənə sürət. Buna V-son yazıram. Yenə də burada eyni istiqamətdə olanda sürətlər impulslar toplanır. Olacaq 18 dənə MV bərabərdir 3 dənə M V-son.
Burada m'lər getdi. V son nə olacaq? 6. V. Cavab Y variantı. Və ən nəhayət axırıncı suala baxaq. Axırıncı sualda da burada da eyni qaydanı tətbiq edirəm. Yenə bax bunu proyeksiyalara ayıracağam. Biri perpendikulyar, biri paralel. Paralel yaradır da deməli. İmpuls paralel yaradır. Bax burada fikir ver. Bax bu Z-ə oxşayır bax. Fikir ver. Z-ə oxşayır. Deməli bura 53-dürsə, bura da 53-dür. Bucağa bitişik kosinusda yazacağam nə? Birinci 40 metr böl saniyənin deməli proyeksiyaları ayrım. Yəni 40-ın elə bil kosinus 53-i. Kosinus 53 0,6. 40-ı da 0,6-ya vuranda eləyir 24. Şöyle bir dənə bu lazımdır mənə. Deməli ilk impuls nə olacaq? Bax, ilk impuls bu tərəfə 24 vur 5. 24 vur 5. 120 plus ilk impulsu yazıram hələ. Sağ tərəfə 10 kiloqram vur 60. 600 bərabərdir. İndi bu içinə düşəndən sonra ikisi birlikdə hərəkət edəcək. 5 üstə gəl 10 hər hansı bir V sürəti ilə. Biz bilirik ki, əksi istiqamətdə olanda deməli impuls vektorial kəmiyyətdədir. Əksi istiqamətdə olanda nə olur? Çıxılır. Deməli 600-dən 120 çıxanda olur 480 bərabərdir. Deməli 15 V düzdür. Onda V-ni tapanda 480-i də bölək. Deməli 15-ə. Eləcə 32. Deməli cavab olacaq B variantı. Dəyərli müəllimlər, bizə vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Və bizim onlayn dərslərimiz davam edir. Fizikanı dərindən bilmək istəyən müəllimlər bizim dərslərimizə qoşula bilər. Diqqətinizə görə minnətdaram. Sağ olun.